Salam əziz izləyicilərim, sizi Səbinənin mətbəxində xoş gördük. Bugün sizlər üçün həm maraqlı, həm də çox dadlı bir yemək hazırladım. İçi qiyma ilə doldurulmuş badımcan. İlk olaraq badımcanları iki yerə böldüm. Hər iki üzünü bıçaqla nazik cizgilərlə kəsdim və üzərinə duz səpib yumşalması üçün qoydum. Daha sonra sobaya yerləşdirdim və içi yumşalana qədər bişirdim. Sobadan çıxardıqdan sonra isə çəngəllə içini əzdim. Kənarda isə qiyməni hazırladım. Xırda doğramış soğan, şirin bibər və qiyməni yağda qovurdum. Üzərinə duz və istiot əlavə etdim. Hazır olan qiyməni badımcanların içinə doldurdum və yenidən sobaya yerləşdirdim. Son mərhələdə üzərinə Holland pendiri səpib ərməsini gözlədim. Yeməyimizi daha maraqlı təqdim etmək üçün yanında qızardılmış kartof dilimləri də hazırladım və süfrəyə təqdim etdim. Servis zamanı yeməyi qatıqla birlikdə təqdim etdim. Qatıq şirin də ola bilər, sarımsaqlı da, tamamilə zövqə görədir. Mən şirin qatıqdan istifadə etdim və deyə bilərəm ki, badımcanla qatıq birlikdə çox gözəl fərqli bir dad verdi. Əzizlərim, sizdən balaca bir xahişim var. Zəhmətimi qiymətləndirmək üçün videonu bəyənin və kanalıma abunə olun. Bu sizin üçün sadədir, amma mənim üçün böyük dəstək və motivasiya deməkdir. Hər birinizə təşəkkür edirəm. Nuş olsun.